Salamlar, hər vaxtınız xeyirli olsun əziz motosevərlər. Bugün yenə sizlərlə yol vlogu ilə qarşınızdayıq. Bugünkü vlogumuz fərqli olacaq, çünki hara gedirik? Bugün abed vaxtıdır, işdən çıxdıq. Gedəcəyimiz yeri isə KFC-dir. Aha, mən etiraf edirəm ki, mən KFC-ni çox sevirəm. Bugün isə danışacağımız bir mövzumuz olacaq. Qoyun musiqinin səsini biraz azaldım. Bugün danışacağımız, ay Allah, ciyərim cırıldan, yenə onlar ilk günlər. Bugün danışacağımız bir mövzu olacaq və bu mövzu bizə yazılıb və istənilib. Ən çox yeni başlayanlar üçün qorxu halına gələn şəhər içi sürüşlərdə, tıxac falan olanda nə etməliyik sualı olur. Şəhər içi sürüşlərində nə etməliyik, necə motosikli idarə etməliyik? Bunu əsasən belə başa salım ki, belə deyim ki, ən vacib şərtlərdən biri motosikli sürməmişdən əvvəl küçələrdə və s. şəhər içi tıxaclar sizi qorxutmaması üçün mütləq dərəcədə ayağınızın yerə basdığı motosikli almalısınız. Yəni rahat şəkildə ayaqlarınız yerə çatmalıdır ki, sizi belə şeylər qorxutmasın. Telefonla oynama qardaş. Belə şeylər sizi qorxutmasın. Ən vacib şərtlərdən biri budur. Əgər ayağınız yerə çatmırsa, avtomatik olaraq siz fikirləşərsiniz ki, ay Allah, mən qabaqda dayananda nə edəcəm? Yəni ki, ay Allah, ayağımı nə edeyim, məsələ harda dayanım və s. Belə şeylər sizi qorxuda bilər. Normaldır bu. Yəni gəlin mən buradan biraz divijen eləyək. Bu qardaş da belə eləyib. Biz də biraz buradan yavaşca fıydaq bu hissə ilə. Okey. Ən vacib şərtlərdən biri budur. Özünüzə uyğun olan motosikli seçmək. Ən vacib şərt, birinci şərtimiz budur. İkinci şərt isə, hansı ki bizi qorxudan məsələlərdən biri, ay qırmızı da axı, bu cəmaat nəyə keçir ki? O niyə keçdi dəqiq? İndi keçməli. Hamını çaşdırdıq xəstə. Nəysə, belə şeylər də olurdu. Hamı gedir. Mən də deyirəm, hara gedirlər bunlar? Yenə buraları köpürlüyüblər, nə qarırlar bunlar? Belə yolu suluyurlar, gəlir kimsə də sürüşür, aşır. Ən birinci məsafə, ara məsafəni düzgün şəkildə qorumaqdır. Biz buradakı KFC-yə getmirik bu arada. Dayımın rahatlığından məndə də olsa Porsche altında rahat şəkildə də gedir. Ən vacib şərtlərimizdən birin, indi mən sizə yavaş-yavaş izah eləyəcəm, nələrə diqqət eləməliyik, sürüş zamanı hansı məsələlərə əsas fikir verməliyik. Yolda sürüş bizi qorxudan əsas məsələlərdən biri tıxacda maşınların arasında nətər dayanacaq, ayağımızı nətər yerə qoyacaq və yaxud da ki, tormuzumuzu necə seçəcək, düzgün tormuz verə biləcəmmi və s. gedib maşına girəcəmmi və s. belə düşüncələrdir. İlk olaraq ən vacib şərtlərdən biri düşüncələri beyninizdən çıxartmaqdır. Özü rahat hiss eləməkdir. Çünki siz də yol hərəkət iştirakçısınız və rahat şəkildə öz yolunuza davam edə bilərsiniz. Əgər araya girmək istəmirsinizsə, ilk başlayanda ümumiyyətlə heç tövsiyə eləmirəm ki, maşınların arasından, bax məsələn, tutaq ki, belə-belə yavaş-yavaş gedəsiniz. Yəni gəlib belə sakitliyə şəkildə, məsələn, mən maşın kimi hərəkət eləyə bilərəm, amma heç vaxt gəlib maşının düz bax burasında, arxasında, bax burada dayanmıram. İndi mən sizə göstərmək istəyirəm. Niyə burada dayanmıram? Səbəb odur ki, gəlib məni vura bilərlər. Arxadan gələn sürətli bir maşın dayandıra bilmədi, tormuzu tutmadı, gəlib vuracaq. Görürsünüz, belə sağ olsun humanist insanlar da var, yol verirlər. Ona görə, yəni əvvəlki dövr deyildi. Artıq insanlar motosikillərlə fərqinə varır. Çünki tıxaclar çox olduqca insanlar məcburiyyətdən motosikla keçirlər. Bu da yəni bir hərəkət nəqliyyat vasitəsidir. İnsanlar motosikla keçirlər və artıq görürlər ki, həqiqətən də maşının heç bir xeyri yoxdur da bu cəmiyyətə. Yalandan elə qalırıq. Məsələn, mən qabağa keçə bilərəm. Məsələn, qardaş sağ olsun jest elədi. Biraz gedək. Buradan biraz bus yolunun sol tərəfi ilə yavaş-yavaş irəliləyə bilərik. Bax, burada da girib daha avtobus yolunu zannət eləmirəm də. Çıqqılı, belə girdim, çıxdım, belə hərəkət edirik. Nəysə, əsas məsələlərdən biri budur. Bir də vacib şərtlərdən biri planlamaqdır. Məsələn, mənim bir tanışım var, o hansı ki, belə deyim, hündür çıxış, eniş və yoxuş yerlərdə çox çətinlik çəkir. Yəni, yoxuşa qalxdısa, ayaqları yerə normal çatmır. Normal çatmadığına görə istərsiniz yoxuşda dayandırmaq motosikli daha çətin olur. İstərsiniz ağırlıq var axı, tormuz və s. kimi saxlaya bilmir, ayağı həmişə sağa-sola aşırdır motosikli, yoxuşda, enişdə ona görə daha təhlükəlidir belə şeylər. Ona görə, məsələn, ona mən həmişə tövsiyə edirəm ki, yolu planla.
Məsələ yoxuşda svetofor varsa mən elə planlayıram ki, aşağıdan gələndə. Məsələn mən o ilə gedəndə həmişə özü də görür də. Tormuz vermək şeyimizə ehtiyacımız olmur. Yəni çalışırıq ki, tormuzdamayaq. Yəni yolu planlayıram və artıq svetoforu bilirəm ki, məsələn harda keçəcəm və yaxud da ki, kuruq var qarşımda. Görürəm ki, artıq maşınlar gəlmə həddini bilirəm ki, maşınlar nə zaman gələcəklər. Mən ona görə artıq yolumu rahat şəkildə planlaya bilirəm və elə edirəm ki, tormuzu belə basmağa ehtiyac qalmazcasına kuruğu artıq gözləməyimə ehtiyac qalmır da. Çünki kuruq tamamilə boşalandan sonra bilirəm ki, harda rahat şəkildə irəliləyə biləcəm. Ən vacib şərtlərdən biri də budur. Növbəti şərtlərdən biri həmişə gözü açıq olmaq lazımdır. Güzgülərdən tez-tez yararlanmaq lazımdır. Sağ-sol güzgülər, arxa, qabaq, bir sözlə motosikl sürən birinin hər tərəfdə gözü olmalıdır. Niyə? Çünki sizi səhv eləyəcək, həmişə dediyim kimi, ən axırıncı insansınız. Sizin səhviniz yüz düzü aparır. Ona görə siz səhv eləməməlisiniz. Hal-hazırda tıxacdır və yavaş-yavaş gedirik və motosiklın yeganə deməyim daha doğrusu, motosiklın ən böyük üstünlüklərindən biri bu tıxacda yavaş-yavaş getməkdir. Yəni bu avtobus zolağına girməsəz belə, avtobus zolağı ilə maşınların arasında biraz yer qalır və oradan rahat şəkildə gedə bilirsiniz. Bu arada polislər də sağ olsun, polislər də sağ olsun, motosikl sürənlər həqiqətən də şərait yaradırlar. Yəni ki, çox da şey eləmirlər, yəni sıxışdırmırlar. Reallıq budur ki, indi bir ara reydlər falan başladı, amma reydlərin başlama səbəbini də yəqin ki, az-çox hamımız bilirik də. Kimlərə görə, nəyə görə reydlər başlayır? Yəni ki, belə şeylərə görə həqiqətən də öyünmək utanc verici bir şeydir. Yəni öyünləsi bir şey deyil. Və belə getdikcə reydlər də davam edəcək. Şəxsən mənim reydlər olması heç bir qram da vecimə deyil. Sənədlərim, hər şeyim qaydasındadır. Düzgün şəkildə, normal şəkildə də motosikl idarə edirəm. Amma mən çoxuna görə yanıram. Çünki elələri var ki, həqiqətən də ailəsinə çörək aparır. Və onlara görə pis oluram ki, kiməsə görə onlar bir sözlə qalırlar pis vəziyyətə də. Yoxsa mənim heç vecimə də olmaz. Görürsünüz kimi, indi bax, qazdamıram da, sürətlə getmirəm, normal maşın kimi hərəkət edirəm. Yeni başlayırsınızsa, heç vaxt, belə deyim, harasa tələsməyim. Ümumiyyətlə, motosikl tələsməyi sevmir, bu ayrı bir məsələdir. Normal, stabil sürətlə hərəkət edirəm. Biraz sürətlənə də bilərəm, problem deyil. Bax, Mayev Qasım kimi də sürmürəm ha. Yəni ki, yeni başlayıram deyib də Mayev Qasım kimi ağzınızı ayırsanız, gəlib arxadan, böyürdən, başdan vurub gedəcəklər sizi. Yəni normal yolun tələb elədiyi qaydalara uyğun. Qayda dediyim, məsələ bura 60 yazıb 59 ilə gedin demirəm də. Yəni qayda nədir o mənada yox. Yolun tələbi. Bu yol neçə ilə getməliyəm bu yolda? Maşınların axışına baxın. Maşınlardan biraz həmişə sürətli olmalısınız siz. Niyə görə? Çünki sizi sıxışdırmasınlar deyənə. Yəni daha 120'li yolda 180 ilə 200 ilə gedib də şey eləməyin də, gedib girməyin harasa. Söhbət ondan da getmir təbii ki. Siz mənim nə demək istədiyimi məndən daha yaxşı bilirsiniz deyə güman edirəm. Növbəti məsələ pozisiya tutmaqdır. Bax, maşınlar dayanıb, mən gəlirəm pozisiya tuturam. Heç vaxt gəlib maşınların qabağı, mən o maşın qabağına çıxmıram. Niyə? Çünki o məni görmür. Məni görsəydi, mənə yol versəydi, hə, o zaman. Məsələn, arxada şey var, mən yavaşca əlimlə arxaya məlumatlandırıram. Ayaqla da eləyə bilərsiniz. Motosikl sürənlər ayaqla bir-birlərinə göstərirlər ki, sağdan var, nə var, nə yox. Amma maşın sürənlər o ayaqla göstərməyə başa düşmür deyənə. Siz ən yaxşı variant əl üzlə göstərməkdir. Amma gəlib tutduğum mövqeyini görürsünüz. Tutduğum mövqey həmişə iki maşının arasındadır və rolumu da motosiklın sükanını da istiqamətləndirəndə istiqamətləndirirəm. Görürsünüz, iki maşının aralığını istiqamətləndirirəm. Niyə? Allah uzaq olsun, arxadan kimsə məni saxlaya bilməyib, vurmaq niyyətinə qapılsa, motosikl o boşluğa gedəcək və istər-istəməz ən azından özümü az da olsa zədələnib xilas olma ehtimalım olacaq. Ona görə həmişə onu da nəzərə alın. Növbəti vacib məsələ şəhər tıxaclarında ən çox diqqət etməli olduğunuz məsələlərdən biri də nədir? Sürücülərin reaksiyasını yoxlamaq. Sürücülərin reaksiyası necədir? Baxıram diqqətlə. Baxın, güzgülərdən baxıram. Güzgülərlə, qoyun burnumu qaşıyım. Güzgülərlə diqqətlə baxıram ki, sürücünün fikri məndədirmi, yoxsa yox. Bax, bu çox vacib məsələdir. Yağış bu arada motosikl pis gündədir, bunu da üzrü sayın. Bu çox vacib məsələdir. Baxıram ki, görüm, bir sözlə, sürücünün fikri məndədirmi, yoxsa yox. Sürücünün fikri məndə deyilsə,
onun fikrini ya mənə çəkmək üçün biraz qaz verə bilərəm, ya siqnal verə bilərəm, ya da ki ümumiyyətlə yavaşca yolumla davam edirəm. Ondan çalışıram ki uzaq olum. Çox vaxtı çünki sürücülər nə edir? Telefonla oynayırlar. Reallıq budur. Yəni Azərbaycanda kimsə deyə bilməz ki, mən motosikl, maşın sürürəm və yaxud da ki, elə bir motosikl sürəndə də görmüşəm bu arada bəzən. Heç kim deməzsin ki, mən maşın sürürəm və heç vaxt əlimə telefon almıram. Biraz absurd gələr. Təsadüfi olur elə insanlar belə qayda qoyublar özlərinə ki, mən həqiqətən də maşın sürəndə heç vaxt telefonla oynamayacağım, amma istisnalar var təbii ki, amma reallıq budur ki 80% belədir və bu insanlar da həqiqətən də yolda böyük bir təhlükə yaradırlar. Çünki onların birincisi də maşın sürənlərin əsas diqqəti həmişə yolda maşın gözləntisində olur. Yəni təzəlikən bu motosikl zad gözləntisinə keçiblər də, amma normalda maşın gözləyirlər. İnsanın gözü güzgüyə baxanda maşın görmək istəyir. Maşın görməyəndə belə, motosikl gələndə belə bəzən sizi görə belə beyin onu bir texniki vasitə kimi qəbul eləmir və sizi vurma ehtimalları yüksək olur. Ona görə həmişə dediyim kimi siz tıxacda və yaxud da harda şəhər içində maşın sürəndə belə, üzr istəyirəm, motosikl sürəndə belə siz başqalarının yerinə fikirləşməlisiniz. Siz onların yerinə artıq düşünməlisiniz və onların eləyə biləcəyi riskləri belə o bir sözlə gör-götür eləməyi bacarmalısınız. Yəni bu məsələ də vacib məsələdir. Elə fikirləşməyin ki, əşi nə olacaq deyib də bu arada burada yenə niyə dəlixana düşüb? Bura həmişə yaşıldır, amma kimsə sağa dönəcək, ona görə də aləmi vurublar bir-birinə. Yəni əsas məsələ bundan ibarətdir ki, siz hər zaman fikirləşməlisiniz ki, qarşıdakı maşın nə səhv edə bilər. Hər zaman deyirəm, bizim millətdə qapını açıb tüfürən millət idi. Bir də görürsünüz ki, bəliğamı gəlir, qaqam qapını açır, fırç tüfürür. Yəni belə tək bizdə deyil, dünyada da belə şeylər var. Tək bizi ilə bunu limitləndirmək düzgün deyil, amma əsasən bu belədir də. Yəni reallıq budur ki, yəni biz tüfürmək üçün qapı açan millətik. Ona görə bunu da nəzərə almalısınız. Nə bilim, yəni ağlınıza gələ biləcək hər şeyi nəzərə almalısınız. Sizin məqsədiniz, sizin həyatdakı bir sözlə motosikl sürərək, motosikl sürmək ümumiyyətlə bir survivalda, həyatda qalmaq bir sözlə metodudur və Azərbaycanda bu daha da survivala çevrilib. Dünyada da belədir, amma bizdə biraz daha belə deyim, səliqəsiz maşın sürməyə və yaxud da ki, sürücülük vəsiqəsini nətərcəli almağa görə və arxaya işarə edirəm. Məsələ budur ki, bizdə bu daha survival halına alıb bir sözlə. Ona görə nə etməliyik? Daha diqqətli olmalıyıq və digər insanların səhvini də düşünməliyik və onların eləyə biləcəyi səhvlərin də qarşısını, cavabını biz verməliyik. Çünki qarşı tərəfin səhvi bizim həyatımıza bir sözlə mail ola bilər. Bizim həyatımızı əlimizdən ala bilər. Ona görə qarşı tərəfə də səhv eləməyə qoymamalıyıq və yaxud da səhv eləyirsə biz onun səhvini düzəltmək məcburiyyətindəyik. Bizim elədiyimiz bir səhv 100 düzü aparır hər zaman dediyim kimi. Yəni bir sözlə yolda daha həssas olmaq, yolda başqalarının səhvini düzəltmək, yolda hər zaman gözləntidə olmaq ən vacib şərtlərimizdən biridir. Yavaş-yavaş irəliləyirik. Qardaş saxlayıb motosikl sürəni niyəsə. Nə bilim, niyə saxlayıb bilmirəm. Bu arada mən KFC yediyimiz yerləri falan qoymayacağım. Prosta indi gedirəm, birazdan da qayıdacağım yəqin ki. Qaydanda da siz məni görəcəksiniz. Heç bəlkə də KFC yemədim, elə getdim, qayıtdım. Əsas o da söhbət elədik. Söhbətimiz də yarım qalmayıb hələ ki. Qoyun bir dənə mahnını dəyişim. Gerək qabaqdan qurğulayaq, oradan qayıdarıq, onda işə qayıdaq, sonra şey eləyərik, KFC zat başını bıraxaq. Burada yenə ürək titrəməsi başlayacaq. Bakı həqiqətən də gözəldir. Azərbaycanda da artıq motosikl mədəniyyəti formalaşır həqiqətən. Bu özü də çox maraqlıdır, çox gözəl bir şeydir. Və insanlar artıq motosiklın da fərqinə varırlar, dediyim kimi.
Bu da məni həqiqətən də sevindirir. Biz buradan dönüb geri qayıdacağıq. Ona görə bir dənə sol yola yavaş-yavaş çıxmalıyıq. Əsas məsələlərdən birini də qeyd edeyim. Elə bu dəqiqə fürsətdir, yerinə düşüb. Yol planlaması dediyim şeyində bir dənə də şey var. Keç dayı görə. Hə, əsas məsələ bilsin nədir? Yolda heç vaxt qabaqcadan yolu planlamaq vacib məsələdir. Bilməlisiniz ki, siz məsələn mən buradan yolun soluna gedəcəmsə, yolun sağından soluna keçməməliyəm də. Artıq yolun solunu tutmalıyam. Və yolun solundan da rahat şəkildə öz yoluma keçməliyəm. Yəni ki, məsələn mən qabaqdan sağa gedəcəmsə, artıq yolun sağını tutmaq məcburiyyətindəyəm. Yəni yolun sağını tutmaq məcburiyyətindəyəm. Biraz da burada xətti çiynərik. Yolun xəttini, yəni yolu planlamaq məsələsi ən vacib şeylərdən biri də budur. Yəni məsələn mən qabaqdan sağa gedəcəmsə artıq yolun sağını tutmalıyam tutaq ki, və ya da sola gedəcəmsə yolun solunu tutmalıyam. Yəni ora yaxınlaşdıqca. Daha gedib ən axırıncı moment yolun sağından soluna, solundan sağına keçməməliyəm. Ona görə yol planlaması dediyimizdə bu da vacib məsələlərdən biridir. Yolun müvafiq istiqamətini vaxtından qabaq tutmaq. Yəni burada keçirik ciyər dağıtdı yollara. Ay Allah, yenə gəldi bura. Ay Allah. Kameranın ciyəri dağılacaq. Yanım buradan çıxım tez. Ay dədəm var ay. Tarixi yolumuzla davam edirik. Tarixi. Kamera öləcək bir dəqiqə. O biri gimballı kameradır. Onun belə vibrasiyalara əslində dözümü var, amma belə də yoxdur da. Motosiklin üstünə onu qoymaq nə dərəcədə ağıllı bir şeydir. Məndə ağıl gözləntisi çox olmasın gərək sizdən, yəni mənimlə bağlı. Deyir, yaxşı olacaq hər şey. Qardaşı buraxdı deyəsən. Bir də burada baxın, həmişə problem olur. Qarşıdan gələn maşınlar gəlir, elə yerdə maşınları saxlayırlar. Sən məcbur olursan xətti tapdamağa. O da problem yaşadır bizə. Qardaşın nömrəsi yoxdur da, yazığın ona görə. Salam əleykum. Nömrəsi yoxdur. Ay qardaş, nömrəsiz burada nə gəzirsən, bax adama deyərlər. Elə əslində qardaşa görə fırlandım. Dedim bəlkə reyd zaddır. Mən heç vaxt reyddə saxlamırlar inşallah. Mən ümumiyyətlə motosikildə heç vaxt cərimələməyiblər. Ömrü boyu cərimə olunmamışam. Düzdür, arzulamıram da. Amma maraqlıdır da. Yəni qayda da pozmuram, düzdür. Yəni pozuram, təsadüfi olur. Bir də görsən fikirli olur adam. Yəni nəsə olur. İndi insanam da, mən də robot deyiləm ki. Amma yəni belə məsələn adi bu elədiklərim hamısı qayda pozuntusu sayıla bilər də. Amma əsas odur ki, yəni ay nömrəsi sürüm, ay nə bilim belə eləyim, elə eləyim, elə şeylər yoxdur da. Hər şey qaydaya uyğun, qaydalara uyğun, yəni əməl eləyirəm. Polis əmi. Polismən saxlama məni. Qoy bir mahnı dəyişim. Mahnı ürəyimi bulandırdı. Oh, nice bro. Dın 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 dın. Dın dın dın. Mən bax bir dənə şey çatmır ki, tam o kotlet kimi divara söyküb gedənlər var. Onlar niyə elə eləyirlər görəsən? Çox maraqlıdır. Yəni niyə tam dibə qazmaq kimi sürtünüb keçirlər? Yəni bu sağ xətt, sarı xətti niyə boş qoymurlar ki, tutaq ki? Mənim maraqlıdır sadəcə. İndi işə qayıdırıq yavaş-yavaş. Oh, yes. Dayandıq. Bu arada nakladkaları dəyişməliyəm deyəsən. Yavaş-yavaş hiss edirəm ki, nakladkaları deyil də. Belə əzizlərim, başqa nəsə mövzunuz varsa, yəni ki, deyə bilərsiniz mənə. Mən də mövzulara qulaq asa bilərəm bu arada. Hə, nəsə bir sualınız, fikriniz, təklifiniz olarsa oradan yazmağı unutmayın. Çünki siz yazmayanda mən də bilmirəm ki, nə mövzu haqqında video çəkək. Ona görə sizin əslində fikirləriniz mənim üçün çox maraqlıdır da. Siz amma fikir bildirmirsiniz deyənə. Şərhlərə mən çox baxıram da. Şərhlərə çox baxıram deyənə, o 4 dənə şərh gəlir də. Və görürsən, sağ olsun qardaş, bizə yol verir məsələn. Bir dənə də salamı unutmuruq, salam veririk. Siz bir dənə bunu bilin ki, bax dünən bir dənə video paylaşıb Baku VS idi, nə idi? Bir dənə qaqaşdı. Bu mən başım çıxmır, boynunun arxasından çəkirlər video. Onu görən kimi bilirəm ki, bu kimdirsə, yəni şeydir də, banan qabığı kimi sürəcək. Ha, videoda qaqam dayı videonu qoyub 20x sürətə.
Güya nə edir başa düşənmirəm də, açığı deyim, nə etdiyini də başa düşənmirəm və nə etmək istədiyini də, yəni planı nədir onu da bilmirəm. Bu video həqiqətən çox pis görsənir. Kənardan bilmirəm özlərinə baxırlarmı o videoya, baxırlarmı, baxmırlarmı, çox eybəcər göründüyünü görürlərmi, görmürlərmi? Amma məsələ budur ki, həqiqətən çox iyrənc görsənirdi və buradan səslənirəm ki, həqiqətən elə beyinsizliklər eləməyim. Bu həmin adamlara mən beyinsiz deyirəm. Qardaş, ya bunu o sürə bilirəm demək deyil də. Yəni sən videonu 20x qoyub sağ-sol belə şey eləməyin, sürürəm demək deyil də. Peşəkar sürüş deyil. Həmişə deyirəm, peşəkar sürüş təhlükəsiz sürüşdür. Sonra da gedirlər, Allah uzaq eləsin, girirlər harasa, bədbəxt olurlar. Çünki mənim tanışlarım çox deyiləm. Tanışlarım deyəndə nə mənada? Bir deyir ki, qaqa bir dənə dostum var, bir dənə sürəndi. Sabah da eşidirəm ki, dostun ayaqları qırılıb, nə bilim gedib girib harasa və s. Qardaş, artisti sevmir də bu işdə. Yəni artisti deyəndə o elədiyiz heç nə də deyil. Yəni bunu biləsiz. Yəni bir motosikl sürən onu görəndə gülmək tutur. Həqiqətən gülmək tutur ki, bunu elədiyi nədir ki, yəni? Yəni həqiqi mənada neynəmək, o nədir ki, yəni nə var ki orada, yəni nəyi göstərmək istəyirsən ki, yəni peşəkarlıq dölü o həqiqətən gülünc verici bir şeydir. Mən 20x sürətləndirilmiş video görəndə bilirəm ki, bu da həmin səviyyəsizlərdəndir kimdirsə. Yəni başa düşə bilmirəm sizi. Neynəmək istəyirsiniz ki? Yəni niyə başqa motosikl sürənləri gözdən salmaq istəyirsiniz ki? Sizə bu hüququ, bu şeyi kim verib ki, ümumiyyətlə? Nə bilim, qınayıram həqiqətən də. Və bu qınamıqla da qalmıram əslində. Hamımızda şakalayıram. Nə tərsən qaqa? Qalma, heç nə yoxdur, gəlirəm. Qardaş da bizi ilə gedir. Nə tərsən amma? Motosikl sürənlər həmişə bir-birinə dəstək olur bu arada. Həmişə də bir-birinə salam verir. Bunu unutmayın. Öpürəm. Var ol. Qardaşın adını bilmirəm amma deyir izləyirəm səni. Çox sağ olsun. Bu arada buradan bütün izləyicilərimi öpürəm. Hamınızı bağrıma basıram. Həqiqətən də çox istəyirəm sizi. İzləyici kütləm çox deyil, amma mənə çox olmağı vacib deyil də. Az olsun, amma o şey deyir, saz olsun. Həqiqətən xətriniz çox əzizdir. Kiçik də olsa insanlara nəsə video çəkərək onlara nəsə göstərməyə çalışmaq və yaxud da ən azından bir kontent çıxarmaq. Yəni açığı deyim, mən heç vaxt düzmə qoşma videoları bəyənən biri olmamışam və heç vaxt da düzmə qoşma heç bir video çəkməmişəm. Bunu reallıqla deyə bilərəm, amma düzmə qoşma videoları çəksəydim daha çox izlənərdim. 100% əmin ola bilərsiniz. Bizim millət ölür elə şey üçün. Nə bilim, gedim qıza deyim ki, ay beləsiz, ay eləsiz və s. və ilaxır. Və yaxud da gedim filan oğlanla danışım ki, belə bir senari çəkək, neyniyək. Mən belə şeylər eləmirəm. Mən nə görürsünüzsə, başıma həqiqətən gəlibsə, gəlib. Yox, gəlməyibsə, demək ki, mən heç ümumiyyətlə çəkməmişəm və çəkdiyim şeylər də kiçik də olsa bildiklərimi, həyatı təcrübələrimi 2013-cü ildən bəri azdan çoxdan bildiklərimi sizinlə bölüşmək olub və bölüşdüyüm şeylər də bilmirəm nə dərəcədə sizin xoşunuza gəlib və yaxud da gəlməyib, amma əsas odur ki, mən nəsə eləməyə çalışıram. Bəzi insanlar var ki, mən görürəm, ya da bir dəfə eşitdim, mənə dedilər, inanın ki, mənim də hər yerdən xəbərim var. Bəs hansısa canlı yayında mənim arxamca danışıblar ki, ənəm hər yerinə kamera taxıb belə eləyib. Təbii ki, bu mənim heç marağımda da deyil. Mən heç o adamlara heç reaksiya da vermirəm. Real da ola bilər, dedikləri də düzgün ola bilər. Mən səhv hansısa bir hərəkət də eləyə bilərəm və yaxud da danışanda səhvlər də danışa bilərəm. Çünki insanıq və əsas bax görürsünüz, mən qabaqdan görürəm, amma o görsə oradan ora, yoldan ora bax, yolu çünki şey eləmək məntiqi yoxdur. Yolu planlama məntiqi yoxdur. Nəysə, yəni məsələ budur ki, mən elə adamlara heç fikir də vermirəm. Çünki mən kiməsə, nəyəsə görə bunu eləmirəm. Mən özüm üçün eləyirəm və ən azından kiçik də olsa yeni başlayanlar üçün əminəm ki, mən dediklərimin xeyli bir sözlə nəticəsi olur. Çünki bunu reallıqda da görürəm, həmin insanlarla görüşəndə də görürəm və həqiqətən də Azərbaycan motosikl bir sözlə cəmiyyəti üçün çox şey eləyən insanlardan da
bu fikirləri alıram və onlar da mənə deyirlər ki, həqiqətən də düz yoldasan və davam elə. Mənə başqa heç bir şeyə ehtiyac yoxdur, başqa fikirlərə ehtiyacım yoxdur. Ona görə başqalarının fikirləri mənim üçün önəmlidir, amma mən öz fikirlərim mənim üçün daha önəmlidir. Bunu da deyim, bilin. Ən azından bilirsiniz nətərdir? Nə içinsə deyinmək çox asan bir şeydir də. Gəlin burada bir dənə avtoşluq eləyək. Zarafat edirəm, avtoşluq zad eləmirik. Hə, kimisə fikirləri mənim üçün çox önəmlidir, amma öz fikirlərim daha önəmlidir mənim üçün. Amma bir şey haqqında fikir bildirmək çox asandır. Amma düzgününü çəkib göstərmək çox çətindir. Heç kim totoşunu əziyyətə vermir, düzgününü çəkib göstərmir və nəsə çəkib göstərənlərə də başlayırlar nəsə deyinməyə. Ona görə əgər əlinizdə bir nəticə yoxdursa və yaxud da özünüz bu cəmiyyət üçün heç nə eləmirsinizsə, bu cəmiyyət üçün nəsə eləyənlərə də dəstək olmaq lazımdır. Bütün bir sözlə bu işlə məşğul olanlar, hobi olaraq da və s. video çəkənlər əziyyət çəkir, inanın mənə. Mən bu video çəkməkdən pul qazanmıram və yaxud da ki nəsə qazanmıram. Hər dəfə burada maşınlar gəlir, indi Mercedeslər gəlib, keçən səfər Priuslar idi. Mən bu şey qazanmıram da, yəni pul qazanmıram bu işdən, əmin olun. Mən itirdiyim şeylər daha çoxdur ki, qazandığım şeylər. İtirdiyim şeylər nədir? Birincisi zaman itirirəm. Yəni buna itirdiyim zamanı başqa şeylərə xərcləyə bilərəm. İkinci məsələ, itirdiyim şeylər pul itirirəm. Çox vaxtı bəzi şeylər üçün nələrsə alıram, eləyirəm, belə şeylər də var, video çəkmək üçün işlətdiyim şeylər. Yəni bir sözlə çox şey itirə bilirəm. Ona görə elə şeylərə çox da fikir verməyin. Hə, nəysə, demək istədiyim budur ki, çox da belə şeylərə fikir verməyin. Əsas yaşadıqlarınızdır, hisslərinizdir və ən azından sizdən tarixə qalacaq nələrsə var. Çox adamın heç tarixə qalacaq heç insanlığı, mənəviyyəti belə yoxdur, amma sizdə ən azından tarixə qalacaq nələrsə var. Ona görə fikir vermədən hər zaman daim irəli, daim nələrsə çəkin, nələrsə hazırlayın. Arxadan hop, belə eləyirik. Və görürsünüz dayandığım yeri, ani manevr elədim mən sola. O birisi niyə sola dayandım? Çünki arxadan gələ biləcək, saxlaya bilməyəcək bir yol hərəkət iştirakçısı məni vurmasın deyə. Heç vaxt piyada keçidəndə zada tam orada dayanmayın. Görürəm mən oğlu, sən bir dənə sürətli gəlmə. Sən bir dənə sürətli gəlmə, mən hər şey görürəm. Sən bax görürsünüz, məsələn, tormuz verməmişəm, ayağımı da yerə qoymamışam. Kim? Bəyəkçi? Görüşərik. Qızı deyir, bəyəkçi qız şey sürürdü, sürətli gəldi keçdi, mən video çəkəndə. İndi onun deyir ki, qız elə gəldi keçdi ki, bir dənə qorxdum ki. Kawasaki oxşuyurdu, 650 kub idi deyəsən mən bildiyim qədərilə, yəqin ki elədi. Və işə qayıtdıq, yəni bir sözlə dalay eləyib təzədən qayıtdıq işə. Videonu bəyənib paylaşmağı, şərh yazmağı və fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, salamat qalın.